Yəni bu iş çıxışına bir dənə video çəkim elə gəlir. Deməli belə. Bugünkü qonaqlarımızdan biri BMW F10-dur. Və gördüyünüz kimi motoru sövmüşük. İndi mən iş çıxışı bir geyimdəyəm. Ona görə belə video çəkmək bilməm düzgün çıxır yoxsa yox. Nəysə. BMW F10-dur. Motoru sökmüşük, restyling motordur. Demək ki, sıfırdan yığmışıq müəllim. Dən yaxınlaşdıraq. Bunu qoyaq Porsche'nin üstünə. Bəli. Bax qardaş, bütün klad işlərindən tutmuş, bütün hər bir boltunu, vanuslarına kimi, hər bir şeyi, yəni valvatronik mexanizminə qədər hər bir şeyin incə formada yumuşuq. Gilzovkadan gəldi, necə lazımdır. Blokda yeni heylə, bütün prokratkalar, orijinal ehtiyat hissələri hamısı orijinalla yığmışıq. Raspidvalları kimi yuyub təmizləmişik. Çək buranı necə koy? Göstərirəm. Raspidvallarına kimi hamısını detallı formada yumuşuq, təmizləmişik. Bütün ehtiyat hissələrində orijinalla qoymuşuq. Və inşallah ki, detallı formada yığacağıq və zəmanətlə. Niyə? Çünki bütün ehtiyat hissələri bizdən olmaq şərtindən biz bu avtomobili öhdəlimizə götürdük və inşallah İtaliya da yığır. İtaliya da yığdığı motora təbii ki, qarancabatda apqatka vaxtı yox. Çıxdın, otu farsajın üstünə dağıldı, bizdik. Belə. İnşallah yığıb müştəri təhvil verəcəyik. Tək heç bir vaxt avtomobilimizin müəllikinə bağlı problem olmasın. Amma müəllikinizlə bağlı probleminiz varsa bizim servis seçib yaxınlaşa bilərsiniz. Təşəkkürlər. İzləmədə qalın.